ATV xəbərə baxırsınız. 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhət imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, imtahanda iştirak etmək istəyən abituriyentlər 26 may, 8 iyun tarixlərində Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İkinci və üçüncü ixtisas qrupları üzrə 6 iyul, birinci və dördüncü ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahanı isə 13 iyul tarixlərində qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhət imtahanı keçiriləcək. Mayın 11-də isə 9 illik orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar baş tutacaq. İmtahanlar 13 şəhər və rayonda təşkil olunacaq və 7282 nəfərin imtahanda iştirakı nəzərdə tutulur.